İkinci Dünya Müharibəsindən sonraki illərdə keçmiş SSR-nin Avropa ölkələri ilə sərhədlərində sosializm blokuna aid olan dövlətlər yarandı. Bu isə həmin ərazidə sərhədlərin təhlükəsizliyinin xeyli yaxşılaşdırılmasına səbəb oldu. Ancaq cənub sərhədləri haqqında bunu söyləmək olmazdı. Müharibədən sonraki illərdə, xüsusən də 1950-ci, 60-cı illərdə Sovet hökuməti Azərbaycanın İran və Türkiyə sərhədlərində mühəndis istehkam qurğularının təkmilləşdirilməsinə, əməliyyat axtarış, kəşfiyyat, əks kəşfiyyat işlərinin gücləndirilməsinə xüsusi diqqət yetirməyə başladı. Gözlənilməz hadisələri vaxtında dəf etmək, sərhəddimizi pozmağa cəsarət edən xainləri vaxtında yaxalamaq üçün hər an, hər dəqiqə hazır olmaq lazımdır. Sülhün və dinc əməyin keşiyində dayanmış sərhədçilərimizin şüarı belədir. Onlar sərhəddimizi pozmağa cəhd edən hər bir düşməni məhv etməyə hazırdırlar.